Salam əziz izləyicilər, mən siyasi bloger Elnur Əliyev. Hacı Şahin haqqında video çəkmək istədim. Allah Hacı Şahinə rəhmət eləsin, yeri cənnətlik olsun. Onun dəfnə yığışmışdı, 10 mindən çox insanlar yığışmışdı. İmam Əlinin adını çəkirdilər. Yəni 10 minlərlə qədər insanlara demək istəyirəm ki, İmam Əli deyib ki, haqqı deməyən bizdən deyil. Yəni əgər sən bu günləri Azərbaycanda gedən gedişatlara gözünü yumub haqqı demirsənsə, sən müsəlman ola bilməzsən, sən Allahı inkar eləmiş olarsan və Allahın imamının dediyi sözləri də inkar eləmiş olarsan. Yəni, namaz qılmaq o demək deyil ki, sən müsəlman oldun. Yox, haqq yolunda haqqı deyə şəhid olan, rəhmətə gedən insan da şəhid sayılır. Siz bilirsiniz də yəni bunu. Hakimiyyət üzərindən haqqı deyən insan şəhid sayılır. Amma mən bu günlər görürəm ki, Azərbaycan müsəlman ölkəsi deyil. Amma müsəlman ölkəsi olsaydı həqiqətən də namaz qılan insanlarımız çıxıb haqqı deyərdilər, qorxmazdılar, hakimiyyətdən qorxmazdılar. İlham Əliyev rejimindən qorxmazdılar, diktator hakimiyyətdən qorxmazdılar. Bu günləri İlham Əliyev diktator hakimiyyət rejimi insanların haqqını yeyir, onlara vətən xaini demirlər. Amma bizlər çıxıb haqqı deyəndə bizə deyirlər ki, vətən xainisiniz. Ay gözəl millətim, ay gözəl insanlar, vətən xaini, insanların haqqını yeyən, insanların haqqını tapdalayan, insanların haqsızlığına göz yumanlar, haqsız yerə insanlarımızı həbs edənlər, bax bunlardır vətən xaini. Haqsız yerə ki, hansısa məmurlar insanlarımızı həbs edirlər, bax onlardır vətən xaini. Vətən xaini, yəni haqqı deyən vətən xaini olmur. Siz bunların hamısını qaçışdırırsınız. Çünki elində savadınız elə bura qədər çatır sizə. Yəni, görün bu hakimiyyət insanlarımızı nə dərəcəyə çatdırıb ki, insanlarımız haqqı deməkdən beləsinə çəkinirlər. Niyə? Çəkinməyin, söyüşsüz, təhqirsiz haqqı deyin, heç kimi təhqir eləməyin. Tənqid eləyin, amma təhqir eləməyin. Təhqir eləməyin, lazım deyil. Yəni, mən onu istəmirəm. Lazım deyil. Amma haqqınızı tələb eləyin. Deyin ki, bax bizə qazı limitsiz ver, məsəl üçün, qazı niyə başqa ölkələrə 5 qəpikdən verir, bizə 15 qəpikdən, 20 qəpikdən verirsən? Niyə başqa ölkələrə benzini 50 qəpikdən bizə 1 manatdan verirsən, amma bizim Azərbaycanda istehsal olunur? Niyə? Səbəb nədir? Niyə də niyə? Bax, bunlar niyələri, o qədər bunun niyəsi, o qədər səbəbləri var ki, bunu gərək aylar, illər oturub gərək bunu müzakirə eləyəsən. Niyə Azərbaycanın kitablarında bizim ulu öndərimiz Məmməd Əmin Rəsulzadə kimi kişinin adını çıxardıb öz atamın adını götürüb soxmusan ora, Heydəri götürüb soxmusan ora. Amma ki, halbuki Heydər Əliyev Azərbaycan xalqı üçün, Azərbaycan milləti üçün, Azərbaycan Respublikası üçün heç bir şey eləməyib. Yəni, bunlar hamısı vətən xainidirlər. Vətən xaini bunlar deyilir, vətən xaini bunlara deyilir. Bir ailənin 5 üzvü 10 milyon adamı sarıyıb. 10 milyon əhali də çıxıb heç kim, demək olar %90% insan çıxıb haqqını tələb eləmir. Bunun sonu yoxdur. Yəni, gözəl insanlar, gözəl xalqım, demək istəyirəm ki, son sözüm. Orada yığışan 10 min nəfər. Arada bir dənə də belə risk eləyin, inşallah ki, çıxağın belə haqqımızı tələb eləyəyin, Azərbaycan rejimini devr edəyin. Yəni, mən bunu istəyirəm. Yəni, bu Azərbaycanda yaşanılan İlham Əliyev rejimini dev eləmək lazımdır. Yəni, bu rejim insanlarımızı uçuruma doğru aparır. Amma mən yenə də söyüşsüz, təhqirsiz, sivil qaydada, sakit formada fikirlərimizi çatdırmalıyıq. Əgər mən dəfələrlə vurğulamışam, əgər fikirlərimizi beləsinə aksiya vasitəsilə qorxursunuzsa çatdırmağa, video çəkin. Video çəkin, videoları bizə ötürün. Əgər videolarda üzünüzün görsənməyində qorxursunuzsa, maska taxın üzünüzə. Maska taxın, maska vasitəsilə ən azından fikirlərimizi çatdıraq Avropaya ki, Azərbaycanda hakimiyyət bizə qan uddurur. Yəni, bu reallıqdır, bizə qan uddurur. Nəcməddin kimi satqınlar, vətən xainləri, Vasif Talıbov kimi vətən xainləri hələ də azadlıqda öz keyflərindədir, amma 30 milyard pul oğruyub Vasif Talıbov yenə də azadlıqda öz keyfindədir, amma bir nəfər gedib bir dənə yumurta oğruyanda ona 7 il iş verirlər.
Yəni budur, Azərbaycanda haqq, ədalət deyiləsi şey yoxdur. İnsan hüquqları Azərbaycanda sıfır vəziyyətdədir. İnsan hüququ yoxdur Azərbaycanda. Haqqı deyəni narkotik vasitəsi, nə bilim, ittihamı ilə, başqa-başqa iddihamlarla tutub həbs eləyirlər. Bu da yəni Azərbaycanda o göstərişdir ki, Azərbaycanda haqq deyir ki, İlham Əliyev deyir ki, bir dənə mənəm. Onun böyründəki məmurlardır. Məndən bu qədər. Özünüzə yaxşı baxın, Allah amanda qalın. Allah sizləri qorusun. Allah Azərbaycan xalqına kömək olsun. Allah bu quldur rejimindən tez bir zamanda bizi xilas eləsin inşallah.